Mən söz Parlamentin sədri növbədən kənar olaraq, buyurun, reglamentə əsasən sizi verim tam efirə. Buyurun, hörmətli sədr. Hörmətli millət vəkilləri, iclasın aparılmasını Abid bəyə məhz mən 3-cü məsələ ilə bağlı olduğuna görə həvalə etmişdim. Lakin gördüyünüz kimi Abid bəy 3-cü bəndin tam müzakirə edilmədən millət vəkillərinin səs verilməsinə buraxdı və səs vermədə də millət vəkillərini çaşdırdı. Bu səbəbdən mən hesab edirəm ki, özünün seçdiyi xanım sədrə hörmət qoymayan və onun hüquqlarını müdafiə etməyən kişilərlə bir iclasda oturmağı özümə təhqir edirəm. Mənə kimsə hörmət qoymaya bilər. Parlamentin sədrinə kimsə hörmət qoymaya bilər. Lakin mən özümə hörmət edirəm. Parlamentin sədrinə hörmət edirəm. Məhz bu səbəbdən mən bu cür millət vəkilləri ilə bir iclasda oturmaqdan imtina edirəm və iclası tərk edirəm. Xatirə xanım, çox xahiş edirəm, bir dəqiqə. Hörmətli sədr, icazə verin, Xatirə xanım getmək istəyir. Mən ona bildirdim ki, Xatirə xanım eşitsin. Bilsin ki, Xatirə xanımı burada müdafiə eləmək üçün fəaliyyət qədər ləyaqətli kişilər var. Fəaliyyət qədər ləyaqətli. Biz Xatirə xanımın da şirətini qoruyacağıq. Mən ona görə də... Lütfen Xatirə xanım. Bizim bütün gələcəyimizi. Mən də müdafiə edirəm. Üzr istəyirəm. Xatirə xanımın nə günahı var burada? Xatirə xanım düz elədi.